Salam əziz izləyicilər. Bu gün sizlərə məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə ən vacib mövzulardan biri olan oyunlar mövzusu haqqında qısa izah verəcəyəm. Oyunlar məktəbəqədər dövrdə tərbiyənin ən başlıca vasitəsidir. Əqli tərbiyəni inkişaf etdirir, uşaqlarda ətraf aləm haqqında təsəvvür və anlayışlar inkişaf edir, fərdi psixoloji xüsusiyyətləri, xarakter bacarıqları inkişaf edir, uşaqların nitqinə təsir edir və həyat dərk etməyə xidmət edir. Əxlaqi keyfiyyətlər formalaşdırır, bir-birinə kömək etmək, ədalətli olmaq və s. Təsəvvürlərini, hafizə və iradi keyfiyyətlərini inkişaf etdirir. Qarşıya çıxan çətinliklərin dəf edilməsində rol oynayır. Oyunlar xarakterinə, məzmununa və rəngarəngliyinə görə iki qrupa bölünür. Baxaq görək bunlar hansılardır? Birinci yaradıcı oyunlar, ikinci isə qaydalı oyunlardır. Yaradıcı oyunlar üç yerə bölünür. Sujetli rollu oyunlar, dramlaşdırılmış oyunlar və konstruktor oyunlar. Qaydalı oyunlar isə iki yerə bölünür. Mütəhərrik və didaktik oyunlar. Sujetli rollu oyunlar uşaqlarda müstəqillik, fəallıq və yaradıcılıqlarını formalaşdırır. Təqlid üzərində qurulmuşdur. Uşaqların əqli qabiliyyətləri inkişaf edir. Böyük qruplarda uşaqlar artıq rolun təyinindən deyil, mövzunun seçilməsindən başlayırlar. Çünki artıq burada daha mürəkkəb rol alır oyunlar. Ona görə də rolun təyinindən deyil, mövzunun seçilməsindən başlayırlar. Dramlaşdırılmış oyunlar isə bədii əsərin məzmununu öyrənməyə, hadisələrin daxilinə girməyə kömək edir. Dramlaşdırılmış oyunlar öyrədici və təlimləşdirici xarakter daşıyır. Konstruktor oyunları isə tikinti quraşdırıcı oyunlar. Taxta kubların və legoların istifadəsi ilə oyuncaq maşınlar üçün qaraj tikintisində müxtəlif konstruksiyaların yaradılmasıdır. Kubiklərdən müxtəlif ev, bina, fiqurlar bura nümunədir. Deməli, əziz izləyicilər, yaradıcı oyunlar aid oldu. Hansılar? Sujetli rollu oyunlar, dramlaşdırılmış oyunlar və konstruktor oyunlarına. İndi isə qaydalı oyunlara nəzər yetirək. Qaydalı oyunlar isə mütəhərrik oyunlar və didaktik oyunlar olmaqla iki yerə bölünür. Mütəhərrik oyunlar, bu oyunlarda hərəkətlilik əsasdır. Mütəhərrik sözünün mənası özü də hərəkət deməkdir. Ona görə də bu oyunlarda hərəkətlilik əsasdır. Hər xalqa məxsus milli oyunlardır və nəsildən nəslə keçir. Hazır məzmundan malik olur və ardıcıllıqla oynanılır. Bu oyunlar uşaqlara davranışlarını idarə etməyə, hərəkətlərini müəyyən məqsədə tabe etməyə, həyəcan və arzusunu izlətməyə alışdırır. Orta qrupda növbəyə riayət etmək, hərəkətlərini başqalarının hərəkətləri ilə müqayisə etmək aiddir. Böyük qrupda isə mütəhərrik oyun qaydaları uşaqların dərin şüurluğuna və məsuliyyətliyinə əsaslanır. Didaktik oyunlar isə tərbiyəvi və öyrədici xüsusiyyətlərə malikdir. Uşaqların zehnini inkişaf etdirir. Başlıca xüsusiyyəti isə qaydadır. Xarakterinə görə didaktik oyunlar özləri də üç qrupa bölünür. Bunlara oyuncaqlarla oyun, stolüstü oyun və şifahi oyun aiddir.